Orada maddənin birində yazılıb ki, daimi üzvlük üçün üzv dövlət 1 milyard dollar üzvlük haqqı verməlidir. Böyük məbləğdir. Azərbaycan üçün də, başqa dövlətlər üçün də. İndi o məbləği də 1 ilin tamamına qədər ödəmək lazımdır. Yəni indi imzalandı mı? 1 il keçəcək, o 1 ilin sonuna qədər hansı dövlət o 1 milyardı ödəyəcək, o orada daimi qalacaq. Yəni rəhbərliyində. Yəni Qazaxıstan daimi olur artıq. İndi mən nə deyirəm? Azərbaycan üçün əlbəttə böyük puldur 1 milyard dollar. Üstəlik də bu Qarabağda tikinti, quruculuq problemlərimiz çoxdur. Amma mən onun yerini deyə bilərəm o pulun. Yəni dövlət büdcəsinə toxunmuruq, dövlət öz işlərini aksatmır. Bax məsələn bu saat məhkəməsi gedən, istintaq altında olan Ramiz Mehdiyevin pulları mənə elə gəlir ki, o işi həll etməyə çatacaq. Hətta artıq da olacaq. Onsuz da xalqdan uğurlanıb. Yəni bu millətin pullarıdır, talanıb. O pulları mənə elə gəlir toplasınlar, 1 milyard dolları ilin sonuna qədər o fonda ödəsinlər ki, Azərbaycan həmin o oluşumda daimi üzvlük əldə etsin.